Deyirəm görgüsüzlük belə bir şeydir. Baba bu boyda boşqabı gətiriblər, içi doluydu. Sonra yadlaşdı ki, çəkmişsə də göstərim. İçin göstərəmirəm, içi buradadır. Amma hamısını yeyə bilməmişəm, çox dadlıydı. Mən nə bilim, mən elə bilirəm ki, bahalı yerli gələcəm, deyim bu boyda belə bir şey qoyacaqlar mənə. Daha belə göstərmirəm, bərəkətli bu boyda gözləyirəm mən boşqabımızda. Bir də gördüm, deyim boşqab burada, burada 4 dənə məndə. Buradan rəflər, ay hələ makaronla qoydu. Və sonra görgüsüz deyirsin. Qardaş, bir bunu izah eləsin, mən anamın göbəyinin altında bundan görmüşəm. Mən doğulandan bundan görmüşəm. Bundan o tərəfə də böyümürlər, sağ olsunlar, elə bu boyda da qalırlar. Şimdi görürəm, baxıram, biraz ağlayıram, sonra sevinirəm, dururam, yedirəm ki, həyatım. İndi, bax, burada hələ bir dənə də çörək qalıb, hələ tostun biri qalıb, hələ bunu öydənməmişəm. İndi, bax, deyir, bu datlı bunu yiyir. Mən bunları hələ dilimliyim qoymuşam, çünki yerləşmir, deyirəm ki, cəbini, inanılsın bahalı yerə gəlmişik, ya çörək arası bunlar bir dənə, salfetkaya bağlı, nənəmiz nətər gətirirdi, deyirdimiz babacı olan. İndi görsək də elə özümüz aparaq, güya bunlar da bizi görmüyorlar. Makaron cürmə qoya bilərəm heç olmasa. Olar. Allah razı olsun. Mən sonra pis baxmayasınız. Sonra görüşlərə çağıracaqsınız. Gelen görüşlere özünden sumka getir. Sumka səbət gətirəcəm, salfetkalı çörək arası. Ay ifşa eləmə deyirəm sən. Deyirəm ki, orada bax, qabda balzada bəlkə bunlar da çox sevməm, bunlar da yaxlanır. Bax, kim yaxşı şəhriyası ona verərik. Bu aslında bunu tezden de bağlıdır da, tezden başka süfreye koyacağım. Mənim süfrəm deyil, qardaş, mən götürmək istəyirəm, bunu nə deyə bilərsən? Hakkım var. Ay, keksi sən dedim, mən belə şeylər, mən belə iş görmürəm. Ağdamlı ilə oturup duran da belə olurum.